Azerbaycan heyeti adına konuşmacımızı davet ediyoruz. Просим выступить представителя Azerbaycan. Azərbaycan nümayəndə heyəti adından hər birinizi ürəkdən salamlayırıq. Və belə gözəl məmləkətdə, möhtəşəm məmləkətdə, Şimali Kipr Türk Cümhuriyyətində olmaqdan qürur duyuruq, çox mutluyuq. Sizlərlə bir arada olmaqdan özümüzü çox şanslı hesab edirik və möhtəşəm tədbir təşkil etdiyinə görə Ərsin bəy başda olmaqla bu tədbirdə əməyi keçən hər kəsə böyük təşəkkürlərimizi bildiririk. Mənim özüm ölkəmdə Yeni Müsavat qəzetinin siyasi yazarı olaraq çalışıyorum. Eyni zamanda AK Partiya Başkanının sözcüsüyəm. Olduğum hər yerdə, eləcə də partiyam olduğu hər yerdə, qəzetim olduğu hər yerdə, qəzetimin baş redaktoru Rahim Arifoğlu olduğu hər yerdə Türk dünyasının birliyini, milliyyətçiliyi hər zaman öndə tutub, hər zaman milliyyətçiliyinin qorunmasının bütün Türk dünyasının borcu olduğunu bildirib. Sizə bir faktı təqdim edim ki, son 5 ildə Azərbaycanda milliyyətçilik hədsiz dərəcədə milliyyətçiliyə meyil artıb. Təsadüfi deyil ki, 2020-ci ilin böyük vətən müharibəmizdə, 44 günlük vətən müharibəmizdə verdiyimiz şəhidlərimizin 95% milliyyətçi gənclər edir. Biz onların sayəsində 30 ilə yaxın ermənilərin işğalı altında qalan Qarabağımızı azad etdik. 2023-cü il 20 sentyabrında Xankəndində apardığımız antiterror əməliyyatı ilə, yəni bir sutqaya yaxın davam edən antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzü, suverenliyimizi tam olaraq bərqərar etdik. Arzum budur ki, tezliklə Şimali Kipr Türk Cümhuriyyəti də bütün dünya ölkələri tərəfindən qəbul olunsun. Zaten Şimali Kipr Türk Cümhuriyyətinin bu haqqıdır. Biz bu yolda əlimizdən gələni etməyə sona qədər hazırıq. Burada mən çox konuşa bilərəm. Sadəcə olaraq bizdən öncə böyüklərimiz konuşdular. Biz onların konuşmalarından böyük dərslər aldıq. Onlara da böyük təşəkkürlərimizi bildiririk. Və sonda 3 cümlə ilə fikirlərimi yekunlayacağım. Tanrı Türk'ü qorusun, Tanrı Şimali Kipr Türk Cümhuriyyətini qorusun, Tanrı bütövlükdə Türk dünyası. Уважаемые члены Рултая, представители разных тюркских народов, приветствую вас от имени делегации Азербайджана и всех, кто в Азербайджане ждет с нетерпением принятия многих судьбоносных решений. 5 лет назад, когда мы начали восстанавливать суверенитет на территории, которая была оккупирована со стороны наших соседей, в основном на войне с врагом воевали 95% это патриотично настроенных людей. Сегодня я таких же людей вижу здесь, в зале, которые очень патриотично настроены для свободы и независимости своей страны. Мы, когда восстановили суверенитет, поняли, что если нужно бороться до конца. И в этом смысле мы находимся на святой земле Северного Кипра, которым желаю тоже свободы и независимости. Пусть Тенгри бережет тюркский мир, пусть Тенгри бережет Северный Кипр и да здравствует тюркское единство. Спасибо.